Düşünmüsünüzmü? Sahildə ayağınızın altında xırıldayan o sadə qum dənələri əslində müasir dünyanın gizli qurucusudur. Qum yalnız təbiətin bir hissəsi deyil, texnologiyadan tikintiyə qədər həyatımızın hər sahəsindədir. Ən adi pəncərə şüşəsindən tutmuş, telefon ekranına qədər hamısı qumun içindəki silisyum dioksidin yüksək istilikdə əridilməsi ilə yaranır. Binalar, körpülər, yollar hamısı qum olmadan mövcud ola bilməz. Daha heyrətamiz hissə isə mikroçiplərdir. Kompüterlərin, telefonların, hətta raketlərin beyni olan çiplərin əsas materialı da qumdan çıxan saf silisyumdur. Yəni texnologiya dünyası bir növ qum üzərində qurulub. Fiber optik internet kabelləri, saniyədə işıq sürətində məlumat daşıyan bu şəffaf liflər də əridilmiş qumdan hazırlanır. Günəş panelləri isə günəş enerjisini udan xüsusi silisyum qatları vasitəsilə işləyir. Hətta keramika, kərpiç, boya, su filtrləri kimi gündəlik məhsullar da quma əsaslanır. Yəni qum sadəcə dəniz kənarında iz buraxdığımız nəsə deyil, bütün müasir dünyanın görünməyən təməl daşıdır.